Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu. Və salatu və salamu alə mən la nəbiyyə bədə əmmə bəd. Davam edirik Muxtasar Sirat-ı Rasul sallallahu aleyhi və səlləm adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahiməhullahın risaləsini. Və bugün də 32-ci dərsdir və qalmışdıq Uhud yürüşündə, Uhud döyüşündə. Deyir ki, Qazvat-ı Uhud və fiyhə kənət vaq'a Uhud fi Şəvval və hicrətin 3-cü ilində Şəvval ayında Uhud hadisəsi baş vermişdi. Və zəlikə ennəllaha təbərəkə və təalə ləmmə əvqə'a bi Qureyşin yevmi Badr. Bu da deyir, nə vaxt ki, deyir Allah Taala Qureyşliləri Bədir döyüşündə məğlub edəndən sonra, yəni başçılıq edirdi Əbu Süfyan, yəni onların başçıları qırıldığı üçün Bədirdə başladı, yəni qızışdırmağa, Peyğəmbər sallallahu əleyhi və səlləmə və müsəlmanlara qarşı Qureyşliləri, müşrikləri başladı qızışdırmağa. Başladı, yəni ordu yığmağa, yəni 3000-ə yaxın adam yığdı Qureyşlilərdən. Həmçinin, yəni sülh bağlamış qəbilələrdən də Əxabişdən, yəni Qureyşlilərlə sülh bağlayan qəbilələrdir. Onlardan da ordular yığdı. Onlar da öz qadınlarını özləri ilə götürdülər ki, qaçmasınlar geri. Yəni qadınların bir yerdə götürürlər ki, bir bahanə tapıb aradan çıxmasınlar deyə. Ki, o qədər yəni nifrət bəsləyirdilər müsəlmanlara qarşı. Sonra onlar yəni üst tutdular Mədinəyə tərəf. Gəldilər Uhud yaxınlığında, Uhud dağı yaxınlığında özlərinə düşərgələr saldılar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də öz sahabələri ilə məşvərət etdi ki, çıxaq onlara qarşı, yəni şəhərdən, yoxsa çıxmayaq. Deyir ki, fəstəşərə Rasulullah sallallahu aleyhi və səlləm əshabəhu fil xuruc iləyhim və kənə ra'yuhu əllə yəxrucu. Peyğəmbər sallallahu aleyhi və səlləm düşünürdü ki, çıxmayaq. Fində xaluhə qatələhumul muslimun alə əfvahi əs-sukak. Əgər onlar deyir, şəhərə girərlərsə, müsəlmanlar küçələrdən onlarla rahatça döyüşə bilərlər. Qadınlar da üstdən daşlarla kömək eləyəcək, daş atmaqla, evin damlarından. Və bu fikir üzərində Abdullah ibn Ubey, yəni münafiqlərin başçısı razılaşdı Peyğəmbər sallallahu əleyhi və səlləmdən ki, çıxmayaq, bu daha yaxşı fikirdir. Fəbədara cəmə min fudala'i sahabə mimmən fətəhu Badr. Və sahabələrin fəzilətlilərindən bir toplu, bir qrup qabağa çıxdı ki, yəni tələsdi də elə bir ki, sözünü eləmək üçün qabağa önə çıxdı ki, kimlər idi bunlar? Hansılar ki, Bədri yəni buraxmışdılar, Bədirdə iştirak edə bilməmişdilər, amma sahabələr içində hörmətlilər, yəni fəzilətlilər idi. Və əşəru alə Rasulillahi sallallahu aleyhi və səlləm bil xuruc. Və ona işarə etdilər ki, çıxsaq yaxşıdır. Yəni, can atdılar, qabağa verdilər özlərini ki, yox, çıxaq biz. Yəni, Bədirdə iştirak eləməyiblər, acdılar. Fəzilətli sahabələrdir. Bir qrup, hansılar ki, Bədri görməyiblər, Bədirdə iştirak eləyə biliblər, hansı səbəblərdən edə bilməyiblər. Onlar həvəsli idilər çıxmağa və ona görə deyir, israrla, davamiyyətli şəkildə bunun üzərində durmuşdular. Və Peyğəmbər sallallahu durdu, evinə girdi, öz zirəhini giyindi, sonra tezdən çıxdı onların üzərinə. Dedi ki, onlar dedilər ki, sahabələr, biz deyəsən Allah Rəsulü sallallahu aleyhi və səlləmi çıxmağa vadar etdik, məcbur etdik sözümüzlə. Ona görə getdi, zirəhin giydi çıxdı. Elə bil peşman kimi oldular ki, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm deyirdi ki, çıxmayaq. Biz onu hələ bir ki, bu israrla deməyimiz ona gətirib çıxartdı ki, getdi zirəhlərini giyindi, vadar olundu ki, çıxmağa. Thumma qalu in əhbəbtə ən təmkəsə bil Mədinə fəfəl. Sonra dedilər ki, ey Allahın elçisi, əgər istəyirsənsə Mədinədə qalmaq, bunu belə et. Yəni, çıxma. Fəqalə məyən bəği li nəbiyyin izə ləbisə lə'mətəhu ən yədəəhə həttə yəhkum Allah beynəhu və beynə adubihi.
Və Allah Resulü sallallahu əleyhi və səlləm dedi ki, bir peyğəmbərədir yaraşmaz ki, öz zirehini geyinəndən sonra onu yerə qoysun, ta o vaxta kimi ki, Allah deyir, bizimlədir düşmənlər arasında başqa bir hökm kəsməyincə, başqa bir qərar gəlməyincə, qərarımız budur, çıxmalıyıq. Fəxaraca fi əlfi min əshabihi və istəmələ aləl-Mədinə Abdullah ibn Məktum. Və deyir, 1000 sahabə ilə çıxdı və deyir, Mədinəyə də başçı olaraq Abdullah ibn Məktumu təyin etdi. Və kənə Rasulullah sallallahu aleyhi və səlləm rəə rü'yə və Allah Resulü sallallahu aleyhi və səlləm bir yuxu gördü. Yuxuda göstərilirdi ki, ona rəə ənə fi seyfihi tələmətən və ənə bəqaran tuzbəh və ənəhu yədxulu yədəhu fi dər'i həsinətin. Deyir ki, yuxuda 3 şey gördü. Bir qılıncının, hələ bir ki, iti tərəfinin ucundan bir sınıq parça. Bir gördü ki, kəsilmiş inəklər var. İnəklər kəsilib. Və üçüncü də ki, yədxulu yədəhu fi dər'i həsinə. Möhkəm bir zirəyə əlini salmışdı, əlini tutmuşdu. Və Allah Resulü sallallahu aleyhi ve sellem bu yuxunu bu cür yozdu. Həmin o qılıncındakı olan ucundakı sınıq, o deyir, yəni, bir racül yusab min əhli beytihi, öz əhli beytindən hansısa bir kəsin ölməsidir. Yaxud yaralanması, yəni onun başına yəni, bir müsibətin gəlməsidir həmin döyüşdə. Vəl-bəqar bir nəfəri min ashabihi və o dir inəklər, kəsilmiş inəklər. Bir qrup öz sahabələridir ki, hansılar ki, öldürüləcəklər, şəhid olacaqlar. Və həmin o zirək isə, möhkəm bir zirək, hansına ki, əlini salmışdı, o da deyir, Mədinədir, Mədinə şəhəridir. Fəxarəcə və qal li əshabihi aleykum bi təqvallahi və çıxdı, deyir, öz əshabına, sahabələrinə tövsiyələr etdi. Sizi Allahın təqvasına, Allaha qarşı təqvalı olmağa çağırıram. Və sabr əndəl bəsi və döyüş zamanı, düşmənlə qarşılaşacağınız zaman səbir edin. Vanzuru məzə əmrakumullahu bihi fəf'alu və baxın, görün, Allah sizə nə əmr edirsə, məhz onu yerinə yetirin. Fələmmə kənə bir şəvt beynəl Mədinə və Uhud və gəlib çıxırlar Şəvt adlı yerə. Bu da Mədinə ilə Uhud arasında olan bir yerdir. İnhazalə Abdullah ibn Ubey binəhvi sulusil əskər və qalə asani. Yəni, gəlib həmin Şəvt yerinə çatanda Abdullah ibn Ubey bu əskərlərin 1/3-ni çıxarır, aparır geri. Yəni, ayrılır, dəstədən ayrılır. Deyir ki, sözümə qulaq asmadı. Allah Resulü bunun sözünə qulaq asmalıydı, qulaq asmadı. Və səmiyə min qeyri mənəbəli. Və deyir, məndən başqasının deyir, sözünü eşitdi. Aləmə nəqtulu ənfusənə həhunə əyyuhənnəz. Nəyə görə bəs biz burada özümüzü öldürməliyik, ey insanlar? Deyib, cəmaatı apardı ardınca. Fəracə və təbiəhu Abdullah ibn Amr, validu Cəbir, Cəbirin atası Abdullah ibn Amr qayıtdı, düşdü bunun izinə, düşdü bunun dalınca. Yuharriduhum alə rucu. Başladı onları geriyə çağırmağa, geriyə həvəsləndirməyə. Və yəqulu qatilu fi səbilillahi vədfə'u. Başladı deməyə ki, Allah yolunda döyüşün, Allah yolunda müdafiə olunun. Dedilər ki, لَوْ نَعْلَمُ أَنَّكُمْ تُقَاتِلُونَ لَمْ نَرْجِ فَرَجَ عَنْهُمْ وَسَبَّهُمْ. Deyir ki, əgər bilsəydik ki, لَوْ نَعْلَمُ أَنَّكُمْ تُقَاتِلُونَ لَمْ نَرْجِ. Əgər biz bilsəydik ki, siz döyüşənsiniz, biz qayıtmazdıq. Və qayıdır, söyür onları. وَسَالَ نَفَرْ مِنَ الْأَنْصَارِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi ve sellem اَنْ يَسْتَعِينُوا بِحُلَفَائِهِمْ مِنْ يَهُودِ. Ondan sonra Allah Resulü sallallahu aleyhi ve sellem'dən bəzi ənsarlar istəyirlər ki, onlar birləşsinlər bəzi Yahudi qəbilələri ilə, kimlərlə ki, sülh bağlamışdılar ki, köməyə gəlsinlər. Və Allah Resulü sallallahu aleyhi ve sellem imtina edir. وَقَالَ مَنْ يَخْرُجْ بِنَا عَلَى الْقَوْمِ. Deyir ki,
Yəni bizi Qureyşlərin yanına qısa yolla kim aparacaq? Ansarlardan biri qabağa çıxdı, dedi ki, mən. Həmin o yol, yəni qısa yol. Demək ki, həmin qısa yol deyir ki, fəxarac bi ba'dul ansar hatta salaka fi hayt li Murabbi ibn Qayzi min al-munafiqin. Münafiqlərin bağının, yəni bir münafiqin, Murabbi ibn Qayzi adlı münafiqin bağının içindən keçirdi. Qısa yol. O da kör idi. Başladı, yəni torpaq atmağa üzlərinə müsəlmanların. Deməyə ki, mən halallıq vermirəm, hətta deyir, yəni mənim bağçamdan, mənim torpağımdan, hətta deyir, Allah Rəsulü kim olur olsun, yəni hətta Allah Rəsulü olsun belə, yəni keçməsin. Toplaşdılar bunu öldürməyə. Allah Rəsulü sallallahu əleyhi və səlləm saxladı. Lə təqtuluhu. Öldürməyin. Bu deyir, yəni qəlbi də kör olan, gözü də kör olan kəsdir. Yəni Allah bunun qəlbini də kör eləyib, gözünü də kör eləyib. Və düşür, gedir, yəni Uxudun hələ bir ki, dağ ətəyinin, Uxud dağdır da, yəni dağ ətəyindən olan yolla keçir. Yəni gəlir, çıxır vadiyə, oradakı vadi, yəni hələ bir ki, yəni Uxuda arxa tərəfindən çevrilir. Qadağan edir, müsəlmanlara döyüşə başlamağa hələ ki qadağan edir. Deyir ki, haçan deyəcəm, onda başlayın. Sonra deyir ki, 6-cı günün səhəri çıxanda, səhər sübh baş verəndə, yəni döyüşə başlayır, hazırlayır. Müsəlmanlar hazırlayır döyüşə. Yəni işlərində deyir 700 döyüşçü var idi. 700 döyüşçünün də 50'si yəni atlı idi. Və 50'si də şeydi, ox atanlar idi. Yəni o ox atanlarındakı başçılarını, hələ ki komandirini təyin etmişdi Abdullah ibn Cübeyri. Əmr etmişdi ki, öz yerlərinizi tərk etməyin. Hətta deyir, görsəz belə, yəni ölü döyüşçülərin deyir, cəsədlərini quşlar belə aparsa yerinizdən tərpənməyin. Həmçinin əmr etmişdi ki, müşrikləri oxlarla yəni şeyləsinlər. Oxlarla vursunlar uzaqdan. Yəni müsəlmanlara elə ki, kafirlər arxa tərəfdən girməsinlər deyə. Yəni nə deyirlər ona? Mühasirəyə almasınlar. Ha. Və Allah Rəsulü sallallahu əleyhi və səlləm özünə 2 zirək birdən geymişdi həmin vaxt, həmin döyüşdə. Sonra bayrağı deyir, vermişdi Musab ibn Umeyrin əlinə. Digər bayraq isə Zübeyir ibn Avvamda idi. Və biri də Əl-Munzir ibn Amr'da. Həmin gün deyir, Allah Rəsulü sallallahu aleyhi və səlləm döyüşçülər içində hələ bir ki, cavan uşaqlar var idi. O uşaqları hələ bir ki, ayırdı. Kimlərin ki, yaşı çatır, kimlərin yaşı çatmır. Və bəzi uşaqları oradan sıradan çıxartdı. Yəni sıradan çıxarılan uşaqlardan İbn Ömər idi, Osman ibn Zeyd idi, Əl-Bəra idi, Zeyd ibn Əkram idi, Zeyd ibn Səbit idi və digərləri. Və kimləri ki bildi ki, yəni bunlar artıq döyüşə bilərlər, yəni yaşları çatır, onlar yəni buraxdı döyüşə. Həmçinin Qureyşlər də hazırlaşırdılar. Onlar da yəni 3000 nəfər idi. Onların içində yəni 3000 nəfərin içində isə 200 atlı var idi. Və deyir ki, sağ cinahı idarə edən Xalid ibn Valid idi. Sol cinahı isə İkrimə ibn Əbu Cəhl idi. Əbu Cəhlin oğlu. Soram deyir ki, وَدَفَى رَسُولُ اللّٰهِ sallallahu aleyhi ve sellem seyfəhu ilə Əbi Ducənə və Allah Rəsulü sallallahu aleyhi ve sellem öz qılıncını verir Əbu Ducənəyə.
Və kənə əvvəl mən bədərə minəl müşrikin Əbu Amir. Yanaq inşallah burada. Yəni burada uzundur hekayə. İki hissəyə götürərik, gələn dəfə davam edərik. Subhanəkə Allahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.